13 yaşındakı bir yəni yetişkinliyə yəni yaşına çatmamış bir uşağı 24 yaşındakı bir oğlanla evləndirirlər və dünyaya bir uşaq gətirir. Buna normal deyirlər. Amma məsəl üçün də gəlin çox uzağa getməyən, tam yaxından danışaq ki, məsəl üçün burada çəkiliş edirsiniz, bəzi adamlar gülür, keçir lağa, qoyur ki, metronun içində bu nədir çəkirsiniz. Amma buna pis baxırlar, amma bir uşağın tam bir uşağın dünyaya uşaq gətirməsinə tam olaraq normal baxırlar da. Amma yəni bu dünyamız belə deyil də. Məncə sevməyərək ailə qursalar, məncə sevməyərək belə ailə qursalar, hər şey hörmətdən başlayır. Əgər sevəcəksinizsə, ona qayğı verəcəksiniz. Çünki bir bitkinin belə sevgiyə ehtiyacı var. Mənim bu həyatda ən böyük istədiyim, ən çox istədiyim şey ata sevgisi olub. Mənim varım olub, amma verməyib. Yəni siz olun, evladlarınıza hər zaman sevgi verin. Çünki hər bir evlad, hər bir canlı, hər bir əşya, hər bir kitab belə bir sevgi istəyir. Məsəl üçün 9-a qədər oxumuşam. Mən 14 yaşımdan bəri işləyirəm. Hal-hazırda mənim 18 yaşım var. Yəni işləmək, çalışmaq çox gözəl bir şeydir. Amma məncə evladlarınızı kimsəsiz qoymayın. Mən özümdə nişanlı olmuşam, nişanı atmışam da. Mən ailəm məcburi. Yəni məcburi deyəndə necə deyim? Bəzi səbəb. Neçə yaşın var? Hal-hazırda 18. Yəni mən də 16 yaşımda nişanı atmışam. Mənim tam 3 ilim gedib. Siz olun, evladlarınızın həyatını yandırmayın. Çünki böyüyəndə bir psixoloqu pozulmuş evlad deyəcək ki, mənim bu səbəbi, mənim bu halda olmamın səbəbi tək ailəmdir. Heç vaxtı evladlarınızı evləndirmək üçün tələsməyin. Onlara gözəl gələcək bəxş eləyin.